Gəncə mədəniyyət incəsənət ocağıdır, poeziya diyarıdır. Bizi Gəncə şəhərində məhz mədəniyyət və incəsənətimizə uzun illərdir xidmət göstərən Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Salam İsmailov və ailəsi qonaq edəcəklər. Salam əlim. Necəsiz? Ramazan ayınız mübarək olsun. Sizin də var. Belə gözəl mübarək ayda bizi qonaq elədiyinizə görə təşəkkür edirəm sizə. Buyurun, buyurun. Sağ olun. Kesin. Salam. Necəsiz Elmira xanım? Nə xoş oldu Elmira xanımı görmək. Biz Elmira xanım da Azərbaycan mədəniyyətinə xidmət eləyən, uzun illər xidmət göstərən Gəncə Dövlət Teatrının aktrisalarındandır. Çox xoş oldu. Bizə də xoş oldu sizlərin gəlməyiniz. Təşəkkür edirik sizə. Buyurun. Əziz izləyicilər, Gəncə şəhərindəyik, İsmailovlar ailəsinin qonağıyıq və iftara nə qədər vaxt var, istəyirik ki, bir qədər səmimi söhbət eləyək onlarla. İlk olaraq sizə mən bir daha təşəkkür eləmək istəyirəm sizə. Sağ olun, borcunuzdur, xoş gəlibsiniz, həqiqətən bizə də xoşdur. Salam əlim, bax, Ramazan ayı gələndə, yəni ümumiyyətlə insanların qəribə bir hiss yaranır daxilində, qəribə bir sevinç hissi yaranır, sevinç hissi doğur və insan sanki bir fərqli bir auraya düşür. Sizdə necə olur? Ümumiyyətlə, Ramazan ayı gələndə ailə olaraq, yəni necə qarşılayırsınız Ramazana? Hansı hissləri yaşayırsınız? Mən öz keçirdiyim hisslərdən deyim. İnandıram sizi, iftar ki yaxınlaşır, yeməyə başlayırıq. Deyirəm, ay Allah, görəsən mən mədəm aç saxladım, həqiqətən. Bu əməllərimi də oruc eləyə bildimmi? İnsanların xətrinə dəyən bir hərəkət eləmədim ki. Yəni, heç olmasa bir müsəlman kimi yaşaya bildimmi? İnanın bunu fikirləşirəm həmişə. Ramazan ayında bu ay haqqında çoxları çox gözəl sözlər deyiblər. Tibb alimləri də böyük sözlər deyiblər. Bunun sağlamlığa nə qədər xeyri var. Bəli, Ramazan ayı həm də təkcə mədəni aç saxlamaq yox, həm də mənəviyyatımızı, dilimizi, əməlimizi biz qorumalıyıq. Əsl oruc odur, mən bildiyimə görə. Yəni, mənə elə gəlir ki, istənilən adam 12 saat aç qala bilər. Amma onu qoruya bilərmi ki, mənlə də oruc olsun. Mən bu hissləri keçirdirəm ki, ay Allah, bu oruc ayını, o Ramazan günlərini mən olduğu kimi keçirə bildim. Bax, Ramazan ayı sizə daha çox nəyi öyrədib? Belə bir sual istəyərdim verim sizə ki, yəni adətən elə ayinlər var ki, elə hadisələr var ki, insan ondan nəsə öyrənir. Məhz Ramazan ayından siz nə öyrəndiniz? Vallahi elə bir sualdır ki, bu. Ramazan ayı yenə də deyirəm, nəfsinə hakim olmaq öyrədir. Hissinə hakim olmaq öyrədir. Bu, müsəlmanların dualarından biri nədir? Allah, mənim ağlımı nəfsimə hakim elə. Hissimə, nəfsimə qalib gələcək bir güc qüvvət ver. Bunu öyrədir. Yəni ki, biz o hisslə yaşayırıq ki, yenə də deyirəm, heç bir kəsi incitməyək. Hətta incidənlərə qarşı elə bir hərəkət eləyə bilək ki, sonra peşman olsun. Yəni, Ramazan ayı insana bunu aşılayır. Bu 11 ayın sultanı elə belə demirlər. Doğrudan bunları danışmaq biraz çətindir, ifadə eləmək çətindir. O 11 ayın sultanı, o bizi eləmədi ki, o yerdə qalan 11 ay ilə yaşaya bilək biz. Təmiz, insanların xətrinə dəyməmək, onlara doğru yolları göstərə bilmək. Çünki biz özümüz o yolu gərək gedək ki, onlara da bizim sözümüzün təsiri olsun. Bəlkə də yerinə düşmür. Deyir, bir gün deyir, İbn Sinanın bir Azərbaycan türkü olan bir tələbəsi olur. Aha, indi adını xatırlaya bilməyəcəm. Bəhmən Yar. Buna deyir ki, ustad, sən tibb elmini bu cürə bilirsən, dinin, imanın yerində, sənə niyə peyğəmbər deməyək? İbn Sina buna heç nə demir. Bir gecə yatırlar, çöldə də qar dizə çıxır, hava soyuqdur. Gecən yarısı deyir, Bəhmən Yar, durma, su gətir, ürəyim yanır. Bu da isti yerdən dura bilmir axı.
Deyir, ay ustad, bu soyuqda sən boğazın ağrıyar, xəstələnərsən. Nə deyir bu soyuqda, bu su nəsə yatırlar. Biraz keçmiş əzan verilir. Dururlar o soyuq suda dəstəmaz alırlar, namaz qılırlar. Söhbətə başlayanda İbn Sina deyir ki, Bəhmən ya, sən belə bir söz demişim. Demişəm, yenə də deyirəm. Deyirəm, mən səni canlı ikən durğuzum ki, dur mənə su gətir. Durmağa ərindim. Amma neçə illər keçibdi, 100 illər. Birdən o səsə sən oyandın. Yəni bu o deməkdir ki, insan gərək əməli təmiz ola ki, onun sözündə təsir ola. Yəni bu Ramazan ayı məncə bizə o təmiz olmağı öyrədir. Təkcə mədəni ac saxlamaq yox, həm də əməlimizi, fikrimizi, bunları təmiz saxlamalıyıq. Bunu öyrədir məncə bizə və onu öyrənməliyik biz. Ümumilikdə Gəncə şəhəri sanki bir tarix danışır. Həqiqətən, yəni bu şəhərə gələndə istər mədəniyyət tarixi olsun, istər ümumiyyətlə bizim tariximiz olsun, Gəncə şəhəri bir tarix danışan şəhərdir və qonaqpərvər də insanları var, həddindən artıq. Biz bura gələndə gördük, artıq iftara qonağınız da var. Yəni ümumiyyətlə Gəncədə insanların Əhl-i Beytə, bax, biraz əvvəl siz özünüz də İmam Əlidən statlar gətirdiniz. Gəncə xalqı dinə həmişə bağlı, öz dininə, dəyərlərinə bağlı bir xalq olub. Gəncədə hətta ziyarətgah da bir önəm daşıyıb insanların bu cür formalaşmasında. Məsələn, istəyərdim bir qədər bundan danışasınız. Bilirsiniz, bu barədə siz dediniz, Vasif bəy də gözəl bilir, hətta onun belə bir klipi də var. Doğrudan Gəncədə bu Əhl-i Beytə, İmam Əli əleyhissalama qarşı çox güclü bir məhəbbət var. Hətta antlar var bu Əli yolu haqqı. Bəzən mən bəzi insanlara deyirəm o yolandır. Şimdi Əli əleyhissalamın getdiyi yolun andıdır bu Əli yolu haqqı. Yəni bunlar hamısı sevgiden gəlir. Bir də burada bir Cömərd Qəssab deyilən bir qəbir var. Deyirlər o heç Əli əleyhissalamı görmür. Həmişə deyir əti çəkəndə tərəzisi çəkilmiş. Mən də eşitdiklərimi deyirəm. Məsələn, nə qədər ət istəyirsən, bu qədər qoyulmuş, deyirmiş ki, Əli haqqı üçün bu nə? Artıq ola bilər, nə əsi ola bilər. Tərəzisiz beləcə nə deyir, çəkib verilmiş. O qədər inanan. Yəni, bunun kökləri ora bağlanır ki, görünür belə insanlar olubdur. Bu adla eşidiblər, yaşayıblar. Hətta mən eşitdiyimə görə Sovet ideologiyası vaxtı mən böyüklərdən eşitmişəm ki, Gəncə yenə də o dinə olan bağlılığını, İslam'a olan bağlılığını hər zaman qoruyub, saxlayıb. Baxmayaraq ki, o Sovet ideologiyasının müəyyən məhdudiyyətləri var idi, qadağaları var idi dinə qarşı, bu ayinlərə qarşı. Amma onlar yəni buna baxmayaraq heç məhəl qoymayıblar, yəni Gəncə cəmaatı. İstəyərdim bir qədər bundan danışasınız, Sovet dövrünün. Mən nəvəm yaşındayım, 9, 10, 11, 12 yaşlarında. Elə Barın özündə bir qonşu var idi. Allah rəhmət eləsin, Bayram ki. O Quran oxuya bilirdi. Bizim bu dölmə yox, o birisi dölmədə bir ev var idi. Hər il orada məhərrəmlik keçirdirdilər. İnsanlar yığılırdı ora. Allah onlara rəhmət eləsin. Onlar bizə yaşatdı onu. Biz uşaq idik. Allah dalaşırdı ki, bir çay mən aparım. Bir bu çayı mən aparım, onlara qulluq eləyim. Allah onlara rəhmət eləsin. Həqiqətən də bütün o baskılara, bütün o təzyiqlərə baxmayaraq onu keçirdirdilər. Hətta elə milislər vardı, gəlirdi, deyirdi, biraz sakit olun. Elələr də var idi, deyirdi, mən gəlməmişim olun. Elin səs çox çıxmasın. Belə onun da içində bir Allah sevgisi olur. O məhəbbət var ki, o gəlib onu mane olmayıb, heç kəsin gitməyib. Sakitcə keçirdin deyirdi, səs çıxmasın. Onu göndərən də yəqin elə göndərir. O yuxarıdakı el olmasa. Vallahi yəni Gəncədən söhbət düşür. Elə bir burada o vəzifədə işləyən məmurların içində elə bir eşq olubdu, elə bil. Yoxsa öz başına onu eləyə bilməz. Elə bir gəlirdi ki, sakit durun. Bəli, burada keçirdirdilər, sinə döyürdülər. Biz də sinə döyürdük. Elə olurdu ki, gəldi belə de, mamam deyir ki, sağ tərəfə, buraya sol tərəfə, ürəklə təsirlər. Yəni, nəyə deyirəm, o qədər ürəklə biz sinəmizi vururduq, başa düşməsək də. Əzadarlıq eləyirdik. Bəli, onlara baxırıq, yenə də deyirəm, hələ də o padın üstündə dalaşmağımız olurdu ki, bu dəfə mən aparım da, bu qulluq eləməyimizdən biz sevinirdik. Yəni, bəli, Gəncədə bu, bilməm, yerinə düşür, bu söhbətlər düşmür, elə olubdur. Əlbəttə ki, yerinə düşür. İnsanların qəlbində olubdur, o sevgi, o məhəbbət. Qoy bunu da deyim. Bizim el insanları xatırladıqca deyirəm Allah rəhmət eləsin. Hacı Aslanov
Deyir, Azərbaycan xalqı elə bir xalqdır ki, hara getsələr Kərbalanı özlərindən aparırlar. O Aşuranı özlərindən aparıb yaşadırlar. Şükür Allah'ın böyüklüyünə ki, onu yaşayanlar var, yaşadanlar var. Çox şükür Allah. Vallahi bəzən mən sevinirəm ki, ay Allah, nə yaxşı mən müsəlman oldum. Vasif, Allah'ın olsun el olubdur ki, mən namazda ağlamışam. Niyə? O ihdinə sirətəl müstəqim bizi doğru yola yönelt. Deyirəm, Allah, nə yaxşı mən o adamlardanam. İndi deyə bilmərəm, günahsız insan yoxdur, həyatdır, söhbət içində deyirəm, spor edirik, dalaşırıq da, mübahisə edirik. Amma bununla da yanaşı deyirəm ki, o Quran ayəsi yadıma düşür. Namaz qılın ki, bəlkə bağışlanasınız. Deyirəm, bəlkə mən o bəndələrdən olan namazıma görə Allah bağışlayır. Yəni, çox şükür Allah'ın böyüklüyünə ki, Gəncədə göz açmışıq. Bunları görmüşük, o xəlvət olsa keçirilən o mərasimləri görmüşük, oruqda böyümüşük. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Salam müəllim, bax, mənim üçün çox maraqlıdır, çox maraqlı danışırsınız. İlk tutduğunuz oruc yadınızdadır, xatırlayırsınız? Yadımdadır. Mən bir dost var, indi Moskvadadır. Böyle söhbət düşdü. Mən də elə bilirdim, nəsə namaz qılmaq bir problemdir. Deyirdim, mən namaz qılmaq istəyirəm, bu nədir? Bu da eşitdi bunu, dedi, salam, sən namaz qılmasın, dedim, hə. Elə tanışdığımız da orada başladı, hə. Gətirdi, belə çəkdi, rüküdə belə durasan, nəysə, namaza başladım. Səhərsi günü dedi, darıxma, vərəqləri qoy böyünə, sözləri oxu. Elə oxuya başladım, inandırıram sizi, o hissləri adam izah eləyə bilmir. Yenə də deyirəm, ay Allah, mən arzuma çatdım, namaz qılanlardanım. Sonra öyrənəndə ki, hər adama bu qismət olmur, lap sevinirdim. Deyirdim, Allah, mənə qismət oldu, o namaz qılmaq. O namaz qıldım, 27'si idi, namaz qıldım və mən ürəyimdə dedim, ay Allah, mən də o bəndələrdənəm, mənə də qismət oldu namaz qılmaq. Mart ayının 27'si mən o namaza başladım, 28'i oruçluq başladı. Heç yadımdan çıxmır, 90-cı il idi. Həmən o kim ki məni öyrədirdi, dedi, salam, sən tuta biləsən. Dedim, nədir ki? Dedi, mən 15 gündən sonra gücüm çatmadı. Amma məndə elə bir fikir var idi ki, oruç tutmamaq olarmı? Həqiqətən də o qədər rahat tutdum ki. Hətta bir neçə illər oruçluğu həsrətlə gözləyirdim, inanın. Belə ki, ay Allah, oruçluq gəlsin. Eşidəndə ki, bax, oruçluqda dilinizə də hakim olun, hissinizə, duyğunuza, fikrinizə hakim olun. Ən çox da onunla şey edirdim ki, bax, bunu bizə tərbiyə edir, bu bizi tərbiyə edir, bu bizi məcbur edir ki, biz elə olaq. Nəysə, mənim yadımdan heç vaxt çıxmaz o birinci günü. Ay Allah, nətər həyəcanlanırdım, belə alnıma möhrə qoyurdum, qalxırdım, ora baxırdım, belə sözləri deyirdim. Deyirdim, Allah, mən də səni sevdiyim bəndələrdənəm, mən də namaz qılanlardanım. Bir də bir şey deyim, bizdə bir qonşuluqda dünyasını dəyişirdi, bir yaşlı kişi var idi. Belə başı dəsirdi. Bu küçədə bəlkə də ilk namaz qılanlardan mən olmuşam, cavan da olmamışam, 39 yaşımda başladım. Dedi, salam oğul, eşitdim namaza başlayırsan, dedim, hə. Allah belə fikrə getdi. Dedi, adama qalan o olacaq. Yəni, dünyanı görübdü, evlad görübdü, nəvə görübdü. Deməli, hamısı bir fanidir də, ötəridir. Adama qalan, dedi, namaz olacaq. Orada yadınlasın, orada da sevinirdim, fərəhlənirdim ki, mən belə sevirlər, namaz qılıram. Bax, belə. Deyirlər ki, qonaq evin bərəkətidir. Yəni, biz də qonağıq, amma sizin Vasif bəy də qonağımızdır və çox gözəl, mübarək bir ayda yəni iftara dəvət eləmişsiniz. İstəyərdim ki, Vasif bəy də bir eşidək. Həm Ramazanla bağlı, həm sizin ailəvi dostluğunuzla bağlı. Təşəkkür edirəm. Mən də bir nurani, mənəvi bir ailənin qonağı olduğum üçün həmd edirəm. Həmd olsun Allaha ki, doğrudan da Salam müəllim bizim dəyərli ağsaqqallardandır. Biz bir 15 il, bəlkə də artıqdır ki, mədəniyyət sahəsində həmkarıq. Salam müəllim bizim ustadlardandır, Respublikanın əməkdar artistidir və həm də bu nurani ailədə bir nurani anamız var. Biz onu uzun illərdir çox istəyirik. Doğrudan da Elmira xanım həm mədəniyyət sahəsində töhfəsi çox olub, həm də çox mənəviyyatlı anadır. Mən həmişə Elmira anamızı görəndə doğrudan da bir mənəvi xəzinə görürəm.
İndi də gəldik, sağ olsunlar. Allah süfrələrinə bərəkət versin, ömürlərinə bərəkət versin. Elə o qadan alım deməyi hər şeyi həll edir. Həqiqətən. Allah var eləsin. Allah hər ikisini inşallah Əhl-i Beytdən ayrı salmasın. İkisinin də və bu ailədə bizim Eyvaz balada nəvələridir, bizim gözəl nurani balalardandır. Bu ailədə ümumiyyətcə Allaha məhəbbət, Allahın Peyğəmbərinə məhəbbət, Əhl-i Beyt əleyhissalama məhəbbət var. Bizi həm işlə, həm də mənəvi çalarlar bir-birimizə bağlayır. Teatrda da, hansısa bir ortamda da Salam müəllimlə görüşəndə bir nə qədər sənətdən söhbətimiz olursa, bir nə qədər də mənəvi söhbətimiz alınır. Salam müəllim Azərbaycan mədəniyyətində bir neçə filmlərdə elə nurani simalardandır, mənəvi simalardandır. Sizə də xoş gəldiniz deyirəm. İmami komandaya xoş gəldiniz deyirəm. Və Ramazan ayının gəlişi münasibətindən bütün xalqımızı, bütün millətimizi, doğrudan da Azərbaycanımız ümumiyyətcə. Düzdür, Gəncə İmam Hüseyin şəhəridir. Amma İmami Azərbaycan mən həmişə, indi Salam müəllimin yanında üzr istəyirəm. Ema xanımın yanında, Elmira xanımın yanında üzr istəyirəm. Mən onlardan kiçiyəm, amma bir 40 yaşa çatmışıq, amma bu 40 ildə də Allah lütfinayət edib biz də bir pay götürməyə çalışmışıq İslamdan. Ümumiyyətcə Azərbaycanımız bu dəyərlərə önəm verən, elə məxsusən Ramazanı həmişə təravətli görmüşük ölkəmizdə, bütün bölgələrdə. Gənclərimizdə, ağsaqqallarımızda, abidçəklərimizdə həmişə o Ramazan ətrini duya bilmişik. Və bugün də xoş Salam müəllimcinin halına ki, onların süfrəsində cəm olmuşuq. Allah bütün oruç tutan əzizlərimizin oruçlarını qəbul eləsin. Amin, amin. Həqiqətən də Vasif bəy çox maraqlı məqama toxundu. Azərbaycan mədəniyyətinə uzun illərdir xidmət göstərirsiniz, həm siz, həm Elmira xanım ailə olaraq. Amma hər yəni mədəniyyət sahəsində çalışan mədəniyyət xadiminə də nəsib olmur ki, eyni zamanda mənəviyyat dünyası zəngin olsun. Məhz bu səbəbdən sizin yaxşı mənada bəxtiniz gətirib. Şükür Allaha. Yəni bu barədə əgər yerinə düşərsə deyim, mən də demirəm, elə bil həmişə namaza meyil olub. Mən namaz qılırdım, Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Bizim bir ailəvi qonşu vardı. Biz bina evində yaşayırdıq, orada sahib idarə, Allah rəhmət eləsin. Böyle namaz vaxtı gəldi, mən namaz qılıram. Dedim, gedim namazımı qılıb gəlirəm. Dedi, qəribə deyil. Hər namaz qılır, arvad da oturur burada namaz qılır. İnan o söz elə bil, bunu da ayırtdı. İndi gən dedim, məndə məcburiyyət yoxdur. Dedim. İnan onunla da gəldi namaza başladı ki, doğrudan qəribə deyirsən, namaz qılırsan, mən qılmayayım. Özü də bütün varlığınla da bağlandı. Mənə xoş gələn odur ki, oruç tutur, namaz qılır, onun varlığı ilə dərk eləsin. Peyğəmbər salavatullah nə deyir? Deyir ki, elmsiz ibadət zəlalətdir. Yəni sən o elədiyini dərk eləmədən eləsən, sən onun qulusan. Amma dərk eləyəndə artıq onu əxs eləyirsən özünə, ürəklə olur. Yəni mənə də xoş gələn odur ki, bütün ürəklə namazını qılır. Mən bütün namaz qılanlara, oruç tutanlara deyirəm ki, dərk eləyərək, o varlığı dərk eləyərək oruçlarını tutsunlar. Mənim tövsiyəm budur ki, gənc yaşlarından gəlsinlər namaza, oruca, itirməsinlər o günlərini. Mən fikirləşəm ki, mən 39 yaşımda gəlmişəm, neçə illərimi itirmişəm. Və dərk eləyərək gəlsinlər, bilsinlər ki, o yaradan var. O yaradan bizi, balalarımızı istədiyimizdən bizi çox istəyir o. O bizə peyğəmbərlərini göndərib, o peyğəmbərlər nə zülümlər çəkiblər, nə əziyyətlər çəkiblər. Görsəm, o peyğəmbərlərini şah eləyə bilərdi, uca Allah. Bir gün İmam Hüseyin əleyhissalamdan onun sahabələrindən biri soruşur ki, sən peyğəmbər evladı, Allah'ın bu kadar imanla bağlı olan bir insan, bu ne zulm senin başına gelir? Deyir ki, bu zulmü ona göre biz çekirik ki, bize olur ki, bizden sonra gelen müminlerin başına bir musibet gelse, ruhdan düşmesin. Bilsin ki, bu musibet hamının başında var. Yani bu çetinlikler zaten o namaz kılanlarımızı, oruç tutan kardeşlerimizi yolundan saptırmasın. Elə sözler deyirlər ki, Allah niye bu zulm elədi, nə elədi? Mən həmişə deyirəm Allah sevdiklərini
o yolla da imtihan edir. Allah bizi bu imtihanlardan uzaq çıxmağa kömək olsun. Amin, amin. Çox gözəl dua elədiniz. Və Ramazandan danışıb iftarlardan danışmamaq da günah olar. Çünki Ramazanın gözəlliklərindən biri də məhz o iftar süfrələridir ki, orada bölüşmək var, paylaşmaq var, orada bir-biri ilə həm də mehribanlaşmaq var. Maraqlıdır. Bax, sizin ailənizin, ümumiyyətlə Gəncə bölgəsinin Ramazan süfrələrində dəyişməz bir yeməyi varmı ki, yəni o mütləq olmalıdır. Amma Elmira xanım bayaqdandır, yəni bizim söhbətimizə qoşulmaq istəmir. Özü də əvvəldən bizə demişdi ki, mənə biraz çətin olar danışmaq. Salam müəllim, çox sağ olsun. Yəni bu məsələdə bizə kömək elədi. Amma istəyərdim məhz yeməklə bağlı sualımıza Elmira xanım cavab versin. Ümumiyyətlə, əsas elə bölgünə aş. Aş da Gəncənin gözəl aşdır. Qonaqlar gələndə aş deyilikdə müyək verək. Allah təki qəbul eləsin. Amin. Nə bilim, sonrası da xurma olur. Niyə çıxın, bax gözümüzü yiyik. Bizdən nə gəlir onu qoyuruq ki, Allah'a qurbanım, Allah təki bağışlasın. Bəzən görsən ki, biraz ağrıyırsan, çətinlik çəkir. Durur hamısını öz eləyir. Deyirəm, köməyim, deyir, yox. Mən bundan da sabah qazanım, deyir, mən şey eləyim. Yəni, belə çəkinmək lazım deyil. Bir ailə doğrudan xoş gəlibsiniz. Sizə bu yolda böyük uğurlar arzulayıram. Bu böyük bir iş. Təşəkkür edirəm. Çox təşəkkür edirik. Çox sağ olun. Təbii ki, o Ramazan iftar süfrələrinə Allahın özünün xüsusi nəzəri olur və xüsusi bir bərəkəti olur iftar süfrələrinin. Mən isə sonda istəyərdim ki, Vasif bəy həm də Əhl-i-Beyt məddahlarındandır və elə yeri gəlmişkən, məqamı düşmüşkən onun da kiçik bir ifasını dinləyək. Mən istəyərdim Ramazan haqqında bir şeir hədiyyə edeyim tamaşaçılara. Uzun illər qabaq yazılan bir şeirdir. Bunun ifası da var, amma istəyərəm onu şeir formatında tamaşaçılarımıza inşallah oxuyum. Var bir gecə olmaz ona oxşar Ramazanda. Gözlər və ürəklər gülər ağlar Ramazanda. Çox hadisələr, möcüzələr var Ramazanda. Aləm nur alır, Qur'anımız nazil olubdur. Gözlər yaşarır, natiq-i Qur'an vurulubdur. Zəncirləyər Allah özü şeytanı bu ayda. Nəfsi ilə qoyar baş-başa insanı bu ayda. Kimdə gələ güc nəfsinə imanı bu ayda, yəqin bilə, ol kəsdə şərəf yüksələcəkdir. Xoş halına Allaha tərəf yüksələcəkdir. Vardır elə aclar, hələ bilmir nədir doymaq. Onun üçün bizə xoşdur Ramazan, ətrini duymaq. Lazımdır bunu tox gəzən insanlara yaymaq. Hərdən də dönüb ac qalan insanlara baxsın. İnsanlığa möhtac qalan insanlara baxsın. Əllər də, ayaqlar da oruç tutmalıdırlar, dillər də, dodaqlar da oruç tutmalıdırlar, gözlər və qulaqlar da oruç tutmalıdırlar. Baş tutsa əgər tam bu oruclar Ramazanda, lütfi ilə bağışlar bizi əlbət yaradan da. Allah nəyi istərsə də vallah gözəl istər. Məhşər günü qəlbin binasından təməl istər. İslam uca dindir, danışır yox, əməl istər. Vasif, sən özün eylə əməl bunlara öncə, Allah verəcəkdir savabın vaxtı gəlincə. Nə gözəl şeirdir. Təşəkkür edirəm. Bu qədər söhbəti sən bir neçə beytdə Bəli. çatdırdın. Elə mən ona deyəcəkdim. Allah ürəyinə, qəlbinə güc versin, qüvvət versin. Mən elə onu deyəcəkdim ki, Vasif bəy o bir neçə bəndlik şeirdə sanki bütün Ramazanı göstərmisiniz. Allah qələminizə güc qüvvət versin inşallah. Və deyəsən artıq iftarın vaxtı yaxınlaşır. Birazdan azan oxunacaq. Mən istəyərdim sizə bir daha öz təşəkkürümü bildirim. Ramazan Ətri komandası adından çox sağ olun. Belə bir gözəli yaşadıq bərabər. Allah bu ayın bərəkətini sizin və ailənizin üzərindən əskiy etməsin. Sağ olun. Vallahi təşəkkür edirik ki, siz bu qapını açdınız, bizi sevindirdiniz. Yaşlı adamlar azacıq bir qayğı görəndə elə bir dünya olmadı. Siz bizi çox sevindirdiniz. Allah bütün müsəlman dünyasını, oruç tutanları, Allah namaz qılanlarımızı sevindirsin.
Allah sizləri də sevindirsin, bərəkətli eləsin evinizi, ruzunuzu. Sağ olun ki, bizi gəlib gəl elədiniz. Nizami Gəncəvi bəşəriyyəti sözü ilə tərbiyə edən dahi mütəfəkkir və böyük şairdir. Onun irsi sevgi, ədalət və hikmət üzərində qurulub. Özünün də dediyi kimi, kamil bir falançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Şərq üslubunda tikilən Nizami Gəncəvi məqbərəsi şəhərin girişində yerləşir və həqiqətən də çox gözəl memarlıq üslubunda tikilib, insanın zövqünə oxşuyur. Məqbərə çox əzəmətli görünür buradan və deyərdim ki, Gəncəyə gələn bütün qonaqlar məhz bu məqbərəni ziyarət edirlər. Sanki burada dahi Nizami Gəncəvinin, o böyük şəxsiyyətin, mütəfəkkirin, şeyxin ruhu gəzir. Böyük filosof Nizami Gəncəvi öz əsərlərində insanlara hikmətli mesajlar ötürüb və dərin hikmətli sözlər çatdırıb. Onun məşhur xəmsəsi isə dünya ədəbiyyatında qəbul olunmuş nadir sənət nümunələrindəndir. Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi Gözəl və İskəndərnamə. Gördüyünüz bu günbəz Nizami Gəncəvinin atası Yusif və anası Rəisə xanımın dəfn olunduğu Sərdabədir. Nizami Gəncəvinin əsərlərindən ibarət heykəltaraşlıq nümunələri. Məşhur fitnə şeiri. Fərhad qayanı yarır. Yeddi Gözəl. Bayquşların söhbəti. Ay ev yiyəsi. Xoş gördük, salam Hoş geldiniz. Mən yenə qapını örtdüm. Çaşdım. Allah başlayır, dayanmaram. Mən təzdən başlayayım, hə? Hə. Abzasdan.